Salam, hər birinizi kanalımda xoş gördük uşaqlar. Bugün sizlərlə nəyə baxırıq? Təbii ki də Azərbaycan 3-7-ci əsrin 1-ci yarısında tarix, din, test topusu ən yeni nəşrdən, yəni 2025. Həmçinin videoya baxan bütün şagirdləri də, müəllimləri də salamlayıram və bu videonu çəkməkdə əsas məqsədim uşaqlara maksimum dəstək olmaqdır. Bəzi MİQ-ə hazırlaşan, sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək olmaqdır. Yəni uşaqlar dediyimə baxmayın, siz hər biriniz mənim üçün həqiqətən çox dəyərlisiniz. Çalışacağım ki, hər birinin açıq, aydın izahını verim ki, heç bir şey heç kəsə qaranlıq qalmasın. Təbii ki də sürprizlərimiz də olacaqdır. Artıq yavaş-yavaş bəzi sualları atacağım. Kimlər doğru cavablandırsa onun şərhini sancacağım. Görüm kimlər düz tapacaq. Bəzən də özüm bəzi səhvlərə yol verəcəm ki, görüm o səhvi tutan kim olacaq. Yəni tarixi öyrənməyə lazım olan o qədər çox diqqət kimdə var. Başladıq. Sasanilərin hakimiyyəti dövründə mövcud olan əsas vergilər. Təbii ki də nə olacaq? Elə xaraqla gezit. Xaraq torpaq vergisi, gezit isə can vergisi idi. Mal cəhətin nə işi var burada? Mal cəhətin yenə nə işi var burada? Çoban bəyin də işi yoxdur. Cizyə də ərəblərdədir, xərac da ərəblərdədir. Cavab elə həqiqətən də A variantı oldu. Sasani imperiyası və ərəb xilafəti dövründə olan şərti torpaqlar. Şərti torpaqlar deyilsə elə doğru cavab A'dır. Xostak və İqdə. Dastakert Sasanilərdə irsi idi, yenə irsi idi. İqda verilirdi. Vəqf isə ərəblərə aiddir, həm də dini torpaqdır. Xostak düzdür, Dastakert irsi torpağı idi. Yenə Sasanilərin hakimiyyəti dövründə feodallara məxsus irsi torpaqlar, Dastakert torpağı, izah ediləsi heç bir şey yoxdur. 6-cı əsrin ortalarında Albaniyanı idarə edirdilər. Təbii ki də əmirlər ərəb dövlətində idi. Ona görə 7-ci əsrdir. Kələntərlər də idarə eləməyib. Satrapın dəxli yoxdur. Amil də vergi yığırdı. Doğru cavabımız Mərzban olacaqdır. Daha sonra bizə nə deyir? Sasanilər tərəfindən hakimiyyətinə son qoyulan sualə nədir? Parfiya arşakiləri 226-da son qoyulur Parfiya dövlətinə. 227-də isə yaradır Ərdəşir Babəkan nəyi? Deməli Sasanilər dövlətini. Və 651-ci ildə də ərəb xəlifələri varlığına son qoyur dövləti. Məzdəkilər hərəkatına aid. Məzdəkilər hərəkatına aid olan deyirsə, biz təbii ki də buradan doğru olan cavabı seçəcəyik. Bu da olacaqdır nə? Deməli 6-cı əsrin sonunda yatırılmayıb. Xeyr, 5-ci əsrin 80-480-lərdə başlamışdı. Ona görə doğru cavabımız elə deyildi. Qalib gəlməmişdi, məğlub olmuşdu. Xeyrin şər üzərində inkar eləmirdi. Əksinə inanırdı ona. Xürrəmlərin ideya davamçıları deyildilər. Məzdəkilər daha əvvəldir, Xürrəmlər isə daha sonradır. Yenə məzdəkilərə aiddir deyir. Əmlak bərabərliyinin yaradılmasının irəli sürülməsi. Bəli, doğru cavab A variantı. Azərbaycan istiqlaliyyətini bərpa eləmək falan istəmirdilər. Ərəblərə qarşı da deyildi. 5-ci əsrin 1-ci yox, 2-ci yarısında başlamışdı. Yəni 80-ci illər 2-ci yarısının olduğuna görə yüksək zümrələrin mənafeyini müdafiə eləyirdisə, niyə deyirdi ki, bütün mülklər, nemətlər bərabər bölünsün. 1-ci Qubadı himayə etməkdə məqsədi təbii ki də mərkəzi hakimiyyətə tabe olmayanlar tabe eləmək istəyirdi. Çünki din bilirsiniz ki, ən güclü şeydir, tabe eləmək üçün dövlətə. Sonra görür ki, 1-ci Qubad onun sözündə durmurlar. Məzdəkilər onu taxtdan endirir. O da qaça-qaça gedir Hunlara. Təbii ki də Hunlar onu yenidən taxtına əyləşdirir. Daha əvvəl olmuşdu. Əvvəl deyirsə, yazaq illərini. Dizrav döyüşü 371. Məzdəkilərin başlaması 480-lər. Mehranlərin hakimiyyətinin son qoyulması 705. Amid döyüşü 359. Bələncər döyüşü burada 1-ci Bələncər nəzərdə tutur. Bu da onsuz da 643. Yenə bizim doğru cavabımız Y variantı olmuş olacaqdır. Yenə daha əvvəl baş verəni soruşur. Məzdəkilərin başlanması əsrlə yazacağım 5-ci əsr. Mehranlərin son qoyulması 8-ci əsr. Sasanilərin əsasının qoyulması 3-cü əsr. Yəqin ki elə bu olacaq. Dizrav döyüşü
4-cü əsr, Urnarin hakimiyyətə gəlməsi yenə 4-cü əsr, hətta 313-də xristianlığı dövlət dini də elan eləmişdi. 3-cü əsrin birinci yarısında Atropatena Albaniyadan fərqli olaraq, yəni Atropatenada olsun, Albaniyada olmasın. Romanın Selevkilər üzərində nə əlaqə? Roma imperiyası xeyr, Sasanilər dövlətinin tərkibinə qatıldı. Bəli, 227-ci ildə Roma nə idi? Atropatena daxil olur. 262-ci ildə isə Albaniya daxil olur. Albaniya ikinci yarısına düşür, amma Atropatena birinci yarısına. Ona görə C variantı. Hər ikisinin 3-cü əsr tarixinin oxşarlığı yenə Sasani tərəfindən işğal edilməsi. Amma Atropatena dövlət deyildi, vilayət kimi daxil olmuşdu. Bunu da yadınızda saxlayın. Vilayət. Keçək 13-cü testdə. 8-ci əsrin əvvəlində Albaniyanın daxili müstəqilliyini ləğv edildi. Yəni 705-də ya ərəblər tərəfindən olacaq, ya da Mehranilər sülaləsinə son qoyulması. Bəli, 629-da gəlmişlər, 705-də getdilər. Abbasi hələ gəlməmişdi hakimiyyətə, Əməvilər idi hakimiyyətdə. Xəzərlər də nə əlaqə? Cavanşir də çoxdan sümüyü çürümüşdü. Xürrəmlər hərəkatının yatırılması, hələ heç Xürrəmin xəbəri yox idi ki, olacaq ya olmayacaq. Auguen Kilsə məclisinə yadımıza salırıq 488-ci ili. Xristiyan dininə aid idi, bəli, aiddir deyir özdə bizə, bəli, düzgün götürür, sonra çıxdaş eləyirik. 3-cü Vaçaqanın Albaniyada hakimiyyətə gəlməsi müstəqil nə əlaqə? Bu çoxdan gəlmişdi, sadəcə daha sonra çağır. Buna görə 2 səhvdir. 3 düzdür. 4-də bütpərəstlər niyə toxunulmazlıq eləsin ki, bütpərəstlik toxunulmazlığını elan eləsəydi, niyə burada Alban kilsəsinin dayaqlarını möhkəmləndirir, xristianlığı möhkəmləndirir? Məzdəkilərin əsas müddəası, yəni məzdəkilər nə istəyirdi? Təbii ki, istəyirdi ki, ədalətli cəmiyyət qursun, insanlar arasında əmrək bərabərliyi yaratsın. Quldarlıq deyildi, feodalizm idi, feodalizm quruluşu idi. Dünya nemətlərindən niyə imtina edir? Əksinə deyirdi ki, Allah tərəfindən göndərilən bütün nemətlər bərabər bölünsün. Ərəb əsarətindən xilas olmaq. Ərəblərə qarşı da deyil daxil məzdəkilər. Ona görə deyil də səhvdir. Xristiyanlığı feodal zülmünü ləğv etmək nə əlaqə? 629-cu ildə bağlanan sülhə görə Albaniya Sasanilərin dairəsində qalmışdı. Cavab B-dir burada. Dizravda itirdiyi torpaqları geri qaytardı. Roma ilə imzalanmış müqaviləyə görə B variantı. Uyğunluq gözlənilmişdi. Yəni düz olanı tapacağıq. Deməli, birinci baxaq 598 deyildi, 488 idi, qələt edir. Y variantı səhvdir. Daha sonra ikinci Vaçaqan aslı düşməyib, daha əvvəl idi. Məzdəkilər də 5-ci əsrdə başlayıb, 262-də ya 226-da yaranmışdı. Təbii ki də doğru cavabımız A'dır. Cavanşirin dövründə Albaniya müstəqilliyini qoruyub saxlamışdı. Həm bunu ərəblərlə ya da Əməvi də verə bilər. Əməvilərlə gedib görüşməsini deyə bilərik. Həm də Sasanilərlə bağladı, sülhü deyə bilərik ki, yəni sülh bağlamışdı ki, varlığını qoruyub saxlasın. Yenə bizdən düzü istəyir. Atropatena Sasanilərin tərkibində oldu 2-ci rübündə. Bəli, düzdür. Bu 1-ci rübü neçənci əsr deyil? 3-cü əsr deyil, düzdür. Yəni 201, 225 arası 1-ci rübü olur. 225, 226 daha doğrusu. 250'ye qədər 2-ci rübü olur. Yəni 25 il. Bu da 226'da ilə daxil, 226'da daha doğrusu Sasanilər yaranıb, 227'də də daxil olub. Ona görə cavabımız elə A variantı olacaqdır. 20. Uyğunluq gözlənib. Digər variantlarda baxaq. Şəhriyanla sülhü imzalayan ərəblər olub, Xəzərlər olmayıb. Atropatena yox, burada da Albaniya olmalıydı. Albaniyanın daxili müstəqilliyinə son qoyan ərəblər olub 705-ci ildə. 6-cı əsrdə həyata keçirilməyib, 5-ci əsrdə həyata keçirilib Auguen Kilsə məclisi. Sonra uyğunluq gözlənib. Yenə düzü istəyir. Paytakaran yadınızda saxlayın. Albaniya, Paytakaran, Sünik kimi vilayətləri vardı. 4-cü əsrin sonunda Albaniyanı deyir, Sasani mərzbanları idarə edib.
7-ci əsrin sonunda Albaniyada hakimiyyətə gəlib Mehranilər yox, 629-da hakimiyyətə gəlmişdilər. Albaniya 3-cü əsrin ikinci yarısına daxil edilmişdi, bəli, Sasanilərin tərkibinə. Burada B variantı niyə səhv oldu? Çünki deyir ki, sonlarından. Yəni demək istəyir ki, burada ilk dəfə 4-cü əsrin sonlarından Albaniyanı idarə edən Sasani mərzbanlardır. Xeyr, 4-cü əsrin ortaları yaza bilərdi. Çünki bu 262 ilk dəfədir. Daha sonra da yenə Sasanilər idarə eləmişdi. 21. 5-ci əsrdə təbii ki də kimlər hücum eləyəcək? Haylandur Hunları. Bu da yenə birinci Firuza görə idi ki, hansı ki qəbul eləmişdi Məzdəki hərəkatını, yəni tərəfini tutmuşdu. Daha sonra isə divan tutmuşdu ona hakimiyyətdən saldığına görə. Sonra 3-cü əsrin 20-ci illərində Albaniya Atropatenadan fərqli olaraq müstəqilliyini qoruyub saxlamışdı. Y variantı. Xəzərlə əlaqə Sasanin 60-larda daxil olub. Zərdüştlük də Atropatenada, Albaniyada olsa da rəsmi din kimi Atropatenada olub. Xristiyanlığı rəsmi din kimi də qəbul eləməyib. 313-dədir. Sonra Atropatena, yəni oxşarlığı istəyir. Ümumiyyətlə şərtin tam oxumağınıza ehtiyac yoxdur. Bu da Sasani dövlətinin tərkibinə daxil edilməsi. Y variantı. Dizrav döyüşünün nəticəsində nə olacaq? Təbii ki də Sasanilərin məğlub olması. Cavab B variantı. Albaniyada 4 dənə vilayətin itirir. Şərhlərdə bildirin görüm. O 4 dənə vilayət hansı vilayət idi? Düzgün yazanın şərhini sabitləyəcəm. Dizrav döyüşünün 2-ci Şapurun başçılıq etdiyi Sasanilər qalib gəlməmişdi və 2-ci Şapura qədər düz yazıb Sasani qoşunu. Amma qalib gəlmədi, məğlub oldu. Roma məğlub olmadı, qalib gəldi. Xilafət nə əlaqə, Urnayer nə əlaqə, məğlub olmuşdular. Məzdəkilər, yəni nə istəyirdilər? Dinc yol istəmirdi. Bunlar deyirdi ki, savaşla, mübarizə. Xeyrin şər üzərində qələbəni niyə inkar eləsinlər? İnkar eləmirdilər. Əmlakin varlılardan alınıb yoxsula verilməsini istəmirdilər. İstəyirdilər ki, deyirlər, bərabər bölünsün. Mübarizədə xeyrin şər üzərində qələbəsinə inanırdılar, bəli. Burada da yenə bax görürsünüz, bura qədər düz yazıb, amma inkar eləmirdilər. Burası ağ eləyib. Cavab elə D variantı. Albaniya və Sasanilərin oxşarlığı. Xəzərlər tərəfindən yox, hər ikisi ərəblər tərəfindən süquta uğradılıb. Adı ilə burada Y variantı. Əməvilər tərəfindən yox, Sasaniləri yadınızda saxlayırsınız ki, xəlifələr dövründə xəlifələr 651-ci ildə varlığına son qoyub, eyni əsrdə mövcudluğuna son qoyulub. Xeyr, Sasanilər 7-də, Albaniya 8-də son qoyulub. Qəbələrinin paytaxtı olması da Albaniyaya aiddir. Əməvilər tərəfindən süquta uğradılması da dedik ki, xəlifələr tərəfindən süquta uğradılıb Sasani dövləti. Nəqş Rüstəmdəki məbədin divandakı yazı nə sübut eləyəcək? Təbii ki də Albaniyanın Sasanilərin tərkibində olmasını. Hökümdarın adından pul kəsdirməsinin nə əlaqə? Xristiyanlığı da sübut eləmirdi. Atropatenaya aid deyildi. Ümumiyyətlə, hətta onda dövlətdə deyildi Atropatena. Şimal tayfaların möhkəmlənməsi. Əslində, şimal tayfalar deyəndə burada alanları nəzərdə tutub yəqin ki, belə də düşə bilər sizə testdə. Amma ki, alanlar 1-3-cü əsrlərdə gəlib, ümumiyyətlə, katakomba qəbilləri sübut eləyir onu. Sasani şahı 2-ci Yezdegirdin ölümündən sonra 2-ci Vati Albaniyanın daxili siyasətində dəyişiklik edərək, yəni deyir, neynəmişdi o daxili siyasətində dəyişiklik eləyərək. Deməli, baxaq görək, xristiyandan qadağan xeyir, həm xristiyanlıq, həm də zərdüştlük xeyir. Daha sonra Albaniyanın idarəçiliyini kahinə tapşırmayıb, xeyir. Ateşpərəstlikdən imtina eləyib, bəli. O xristiyan olmaq istəyirdi. Əslində, burada yazbaz sizə. Yezdegird 2-ci Vatçının qohumu idi. 2-ci Vatçıda onun qohum olduğuna görə indi idi ki, xətirvə dəymək istəmirəm də. Yaxşı, mən də sənin kimi zərdüştdən falan. O başını qoyur, ölür. Başını qoyub öləndən sonra Vatçı deyir ki, sən kimsən, sən yoxsan, sümüyünü də düşürüb, mən öz bildiyimi eləyəcəm, ona görə də xristiyan olur. Yəni belə.
Belə dedim, yadınızda qaldı yəqin ki. Ümumiyyətlə belə deyəndə sizə nəsə bir faydası olurmu? Belə deyəndə daha yaxşı yadınızda qalırmı? Onu da rəylərə qeyd edərsiniz. Mənə çox maraqlı gəlir həqiqətən. Çünki bir çoxlarının elə qəşəng yadında qaldığını görürəm dərs keçəndə. Bilmək istəyirəm ki, sizlərə də belə faydası olur, yoxsa belə deməsəm daha yaxşı olar. Albaniya hökmdarı Mömin Vaçaqa. Adından da göründü ki, bu kişinin oğlu mömin olub da. Deməli ki, möminə aid bir şey seçməliyik. Gəl ən axırdan başlayaq. Xristiyan keşişlərinin təqib edilməsi niyə? Bu yazıq elə xristiyanlığı eləyərsə, niyə gəl xristiyanları təqib eləyir ki? Zərdüştlük ateşpərəstliyi mövqeyin güclənməsi yox, zəifləməsi olmalıydı. Xristiyanlığın təqib edilməsi və köhnə dini etiqadın qoruyub saxlanması. Heç görürsünüz, bu nə qədər ziddiyyət təşkil eləyir. Xristiyanlığın deyir yayılmasına yol verilməməsi. Niyə yol vermirdi ki? Bu yazıq elə xristiyan dinini təbliğ eləyir də. Xristiyan dininin fəal təbliği və dinə aid qanunların qəbul edilməsi. Bəli, doğru cavab A variantıdır. Belə olanda daha maraqlı olur məncə. Ən axırda görürsünüz ki, cavab belə oldu. Yəni, hamısının izahına yaxşı-yaxşı qulaq asa bilərsiniz. Deyir ki, Dizravdan sonra Albaniyanın itirdiyi vilayət. 4 dənə vilayəti rəylərə görüm kim yazacaq. Kim bilir ki, bunu yazacaq. Burada doğru cavabımız bizim olacaqdır 4. Yəni Y variantı. Bunu da əyalətləri yazarsınız ki, orada siz daha dəqiq biləsiniz. Onu deməyəcəm. Yəni izah eləyəndə deməyəcəm ki, hansı vilayətləri idi. Onu siz tapmalısınız. Burada zaten əvvəlcədən uşaqlara izah eləyəndə işarları da izah eləmişəm bu sualda. Ona görə də doğru cavab elə burada bir kimi qeyd etmişəm. Yəni burada doğru cavab B-dir. 1-dir, B-dir. Eyni şeydir. Məzdəkilərin ədalətli cəmiyyət qurulması mümkün hesab eləyir də nə ilə mübarizə ilə, yəni savaşmaqla, dinc yolla araları yox idi, ateşpərəstliyin əlaqəsi yox idi. Bərabərsizliyi niyə yaratmaq istəyir? Deyirdi ki, o nemətlər bərabər bölünsün. Hakim zümrəyədəki nifrət eləyirdi. Yəni zəhləsi hakim zümrədən gedirdi. Niyə o hakim zümrə ona kömək eləsin? Albaniyanın Sasani dövlətinin tərkibinə daxil edilməsindən 35 il əvvəl Atropatena daxil edilmişdi. Bax, indi sizə hesablayacağım. Mən testi çox işləmişəm deyən avtomatik deyirəm. Amma baxın, 262-dən siz də ona görə deyirəm, çoxlu testi işləyin. İşləyəndən sonra vərdiş onsuz da sizdə yaranacaq. 262-dən çıxacağım 227-ni, alacağım 35-i. Gördünüz, cavabımız həqiqətən də C-dir. Amma o birlərin illərinə də baxaq. Alanların ilk yürüyüşü nə vaxtdır? 1-3-cü əsrlər, ən güclüsü də 72-74-dədir. Biraz cana qələmi naziləşdirim. Amid döyüşü nə vaxt baş vermişdi? 359-da. Bu C düzdür. Yəni ki, 227-də. 227-də. Mən sonra Urnar xristiyanlıq dinini elan etdi. 313 ikinci vacibə xeyrə aid deyil. Yenə gəlin baxın 262 çıxsın 227 cavab 35 eləyir. Mən deyəsəm bayaq 226-ını çıxdım. 226 dövlətin yaranmasıdır. Amma yenə də cavabı düzgün aldıq. Aşağıki sualəsinin son nümayəndəsi idi. Təbii ki də söhbət 3-cü Mömin Vaçaqandan gedir. Bəli, fəal təbliğ eləyirdi. Haylandur Hunlarına qarşı mübarizə aparan kim olacaqdı? Təbii ki də ateşpərəstlikdən də bax imtina eləmişdi. Bu da aid olacaqdı kimə? Təbii ki də 2-ci Vaçiyə. 2-ci Vaçi. Mehranlərin hakimiyyəti dövründə baş vermişdi. Mehranləri yada salaq 629-705. Ərəblərin Azərbaycana yürüşü, elə bunu götürmək olar. Daha sonra nəyi götürə bilərik? Haylandur Hunlarının Albaniyaya ilk yürüşləri. Xeyr, bunu götürə bilmərik. Çünki bu daha əvvəl baş verib. Məzdəkilərin də yatırılması daha əvvəldir. Müsafirin başçılığı ilə üsyan da 748-752-də heç düşmür. Amid döyüşü də daha əvvəldir. Bayaqdan illərini demişəm deyən təzədən deməyəcəm.
Mehranlərin hakimiyyətində yenə aid olan, təbii ki də bura Kadisiya döyüşünü götürəcəyik. Kadisiya döyüşü düşür. Sasani dövləti 226, Xürrəmlərin yatırılması 838, başlaması 313, Məzdəkilərin başlaması 488 götürmək olar. Eyni əsrə aiddir. Təbii ki də görən kimi deyirsiniz ki, Almidinən Dizrav 359, 371, yəni 1-3 cavab C. Bələndicər 7-ci əsrdir, Bəz döyüşü də 9-cu əsrdir. Bu hər ikisi 4-cü əsrdir. 39. Atropaten yenə görürsünüz eyni sual gətirib salıb. Burada da xarici işğala məruz qalmasını götürəsiniz və yaxud da Sasanilərin tərkibinə daxil olması. 5-ci əsrinə aid deyil, yəni səhv. 5-ə aid olmamalıdır. İlk xristiyan icmaların yayılması. Bəli, cavabımız elə Y variantı. Bu xristiyanlıq ilk dəfə 1-ci əsrdə yaranıb ümumiyyətinə. Sasani mərzbanlara aiddir. Məzdəkilər hərəkatından sonra mərzbanlıq var. Haylandurla da mübarizə aparıb. Sasani hakimiyyətinə qarşı da azadlıq mübarizəsi var. Yeni Albaniyası da Asuagen. Ritmdə qurdum sizin üçün. Asuagen. Bu da 5-ci əsrə aiddir. Yəni doğru cavabımız Y-dir. Ümumiyyətlə ilk sözü olanların 95% səhv olur testləri. Verilənlərin aid olduğu hökmdar Arşakilərə məxsus idi. Köhnə Alban yazısı sırası görürsünüz. Buna fikir verirsə bu birini də özünüz yazasınız. Kim olacaq? Təbii ki də Asuagen. D variantı. 5-ci əsrdə köçürülən paytaxt. Təbii ki də burada biz götürəcəyik Bərdəni, yəni 4-ü. C variantı. Bunda əslində Firuzun şərəfinə saldırmışdı. Digər adı da Firuz Abaddır. Firuz Abad. Bu testlərə verə bilər sizə. Məsələn, elə qabaqçı dərslərdə indi keçəndə Slavyanların yürüyüşü 944 deyəcəyik. Tutam sizə verər Firuz Abad variantda yandırılan şəhər və yaxud da Arranın anası. Arranın anası və yaxud da Bərdə. Bu kimi adlar sizə bilər. Yenə Bərdədən gedir söhbət. Bunda yadınızda saxlayın. Yəni ki, 4. Sonra sahibsiz torpaqları hərbçilərə payladı. 1-ci Xosrov Ənuşirvan və Susanda canişinliyə böldü. Dilim də dolaşdı. Şimal Kustuna daxil edilmişdi. Həm Albaniya, həm də Atropatena. Albaniya, Azərbaycan erkən feodalizm. Erkən feodalizm deyir. Bax uşaqlar, feodalizm 3 nədir? Birinci feodalizm erkən feodalizmdir. Erkən. Yəni 3, təbii ki də Azərbaycandan gedir söhbət. 3-11-ci əsrlər. Sonra orta yadakı klassik. Klassik daha qəşəng səslənir. Bu da olacaq 11-15-ci əsrlər. Son feodalizm isə 15-19-cu əsrlər. Yəni sizə rəngiliyim daha qəşəng görünsün. Çox da qəşəng göründü. Heç görünmədi. Nəysə uşaqlar. Deməli biz axtaracağıq erkən feodalizm deyirsə 11 3-11-i. Eradan əvvəl deyirsə 11-3 deyə. 3-11-ə aid Atropatilərin hakimiyyətə gəlməsi. Bu eradan əvvəldir. Amma bizim eramızdadır bu feodalizm dövrü. Təbii ki də B variantı düzdür. C variantı 1-ci əsrdən başlayır. D variantı eradan əvvəldir. Parfiyanın tərkibinə qatılması. Parfiyanın tərkibinə qatılıb əslində Azərbaycan yox, Sasanilərin olmalıydı burada. Parfiyanın tərkibinə eramızın 20-ci ildə Atropatena qatılıb və dövlət kimi varlığına son qoyulub. 4-cü əsrin əvvəllərində Albaniya Atropatenadan fərqli olaraq daxili müstəqilliyini qoruyub saxlamışdı. Yəni Y variantı. 705-ci ilə qədər. Sonra nədir? 5-ci əsrin sonlarında Albaniya Atropatenadan fərqli olaraq Parfiyanı çoxdan sümüyü çürümüşdü. Xəzər xaqanlığı hələ heç yaranmamışdı. Xəzər xaqanlığı yeri gəlmişkən dəqiq ili yoxdur. 630 da deyirlər, 650-də əsasən 7-ci əsri ortaları götürürük. Yəni 7-ci əsrin ortaları yenə aid deyil də 5-ci əsrə aid deyil. Xristian dininin dövlət səviyyəsində fəal təbliğ olunduğu ölkə idi. Bəli, olacaq.
Zərdüştlük yox idi, Maniçi idi 3-cü əsr. Cavabımız elə C variantı oldu. Savalan dağı ilə Hilat şəhəri ətrafında baş verən döyüşün yenə bizdə oxşarlığını istəyir. Ümumiyyətlə uşaqlar nə oxşarlıq gördünüzsə, gedin yazın dəftərinizə və mümkün olduğu qədər də onu təkrar edin ki, yadınızda qalsın. Burada da oxşar cəhəti olacaq ki, ərəblərlə Xəzərlər arasında olması. Sonra Dizravla Kadisiya döyüşünü istəyir yenə. Dizravla Kadisiya döyüşündə Xəzərlər heç yox idi. Albanların iştirak etməsi, bəli. Dizravda da iştirak eləmişdilər Sasanilər tərəfdən, Kadisiyada da. Cavabımız B-dir. Alanlar nə əlaqə? Roman nə əlaqə? Bizans da yox idi, heç Dizravda. Amidlə Dizravın oxşarlığı. Burada yenə alan nə əlaqə? Sasanilər qalib gəlməyib Dizravda. Romanın qalib gəlməsi də Dizravdadır. Sasanilərlə Albanlar arasında baş verməsi bəli düz olar. Albanlar Sasanilərin Sasanilərlə Albanlar arasında deyil də axı Sasanilərlə Albanlar ümumiyyətlə müttəfiq idi. D variantı da səhvdir. Albanların Sasanilərin müttəfiqi olması, Sasanilərlə Roma arasında olması. Cavab Y. İzahı. Aha, 50-də 7-ci əsrin 50-ci illərinə aiddir. Ən axırdan gedəcəm. Müsafirin ilin bayaq dediyim, yenə deyirəm 48-52 aiddir. 7 işini dalayıcı. Xürrəmlərin ərəblər üzərində ilk qələbəsi. Xeyr, aid deyil. Xürrəmlər ümumiyyətlə 7-ci əsrdə yox idi. Babək də hələ heç yox idi. O yazıq. 3-cü Mömin Vaçaqanında ölmüşdü, çümü ütürmüşdü. Cavab elə A variantıdır. 7-ci əsrin 60-cı illərinə aiddir. Yenə cavab B variantı olacaq. 3 dəfə getmişdi. 2 dəfə getmişdi. 3 ildən sonra getmişdi. İlin yazarsız. Rəylərdə qeyd edin. Cavanşir neçənci ildə Dəməşqə xəlifə Muaviyyə ilə görüşə getmişdi. İlin yazarsız. Ağqoyun kilsə məclisi 488-dir. Mehranilər 629-dur. Xəzərlərin ilk hücumları Ərəb-Xəzər müharibələrindədir. Xürrəmlər də 7-ci əsrə düşmür. Göstərilənlər hansı döyüşün nəticəsidir? Otis Sakasen Girdiman Kolt vilayətini məhrum oldu, yəni itirdi. Dizrav döyüşü nəticəsində. B variantı. Daha əvvəl baş vermişdi. Daha əvvəl deyirsə, biz elə burada götürəcəyik nəyi? Urnayrın Albaniya müstəqilliyini qorumaq uğrunda mübarizə aparması. 4-cü əsr götürək. İlkində 313 yazaq. Əsas yadda qalan 313-dür çünki. Arşakilərə son qoyul 488-də. Demək ki, B deyil. B-dən əvvəl A var. Atropatena Sasanilər tərkibinə qatılması 227. Bəli, doğru cavabımız elə bu olacaq. Alqonin də 488-dir. Cərimdən da 7-ci əsrə aiddir. Əvvəl olanı soruşur bizdən. Və Cərmidanın ilini də demirəm. Bunu da rəylərdə qeyd edərsiniz. Görüm kimlər bilir. Daha əvvəl baş verib. Albaniya Sasanilərdən ilk dəfə 262-də asılı olub. Mehranilər hakimiyyəti 629-da baş gəlib. Bu da getdi. Xəzər xaqanlığı da getdi. Cavanşir Albaniya bu da getdi. Kadisiya da getdi. Elə cavabımız A variantıdır. Əvvəl soruşur. Çünki bizdə uyğunluq pozulub. Pozulub sözün görən kimi yanına yazırsınız səhv. Bu səhvi yazmazsanız 90% səhv eləyərsiniz testləri. Albaniya ilk dəfə Sasanilərdən asılı vəziyyətə düşdü. 262-də düzdür. Alban Arşakilərin hakimiyyətinə son qoyulmuşdu 510-cu ildə. Alban Arşakilərin hakimiyyətinə son qoyulubdur 510-cu ildə düzdür. Dizrav döyüşü olmuşdu 471-də yox. Əslində bu da yazmadı 371. Urnayır Amid döyüşündə düzdür. 2-ci Şapurnan idi. Hətta Sasanilərin əsas vilayətinə birinə çevirdi 227. Bəli, yəni tabi elədi. Yenə səhvi istəyir. Ağqoyun kilsə 5-ci əsrin 2-ci yarısı düzdür. Başlamışdı. 40-cı illər yox, 20-ci illər olmadı. B-dir. 480-lər düzdür. Dizrav düzdür. 510-da düzdür. Mərzbanlıq dövrü. Sonra
Albaniyada Urnayra aiddir. Sasani Roma mübarizəsində iştirak etməsi, bəli, Sasanilər tərəfindən Dizravla Amid döyüşləri. Dizravda Bizans yox idi. Bizans 395-də yaranacaq. Ərəblərin yürüşünə məruz qalmayıb, Haylandur Hunda yox idi. Qərbi Romada 476-da süqut eləyib, 375-də yaranmışdı. Sonra uyğunluq gözlənilib, yəni düzü istəyir bizdən. 5-ci əsrdə Atropatena hərbi yürüşünə məruz qalmışdı ərəblərin. Nə əlaqə? Ərəblər hələ 7-ci əsrdən gəlib, Atropatena dövlət deyildi. 7-ci əsrdə Albaniya dövləti ilə mübarizə aparıb Xəzərlərə qarşı. Ola bilər, düz götürə bilərik. 6-cı əsrdə hökmdardı Varaz Qriqor. 6-cı əsrdə hakimiyyətdə idi Varaz Qriqor. Biz bunu təbii ki də səhv götürəcəyik. Çünki 7-ci əsr olmalı idi. Tac qoyma Novruzda keçidə ərəb xəlifələrini xeyr, səhvdir, Sasanilərin olmalı idi. Bu Sasani. Bunu da yazıb kimi götürə bilərsiniz. Görürsünüz, bir cümləni gətirib testə salıb. Zərdüştlükdə Bizansın əlaqəsi yoxdur. Elə cavabımız B variantıdır. Tamamilə doğrudur. Yəni ittifaq bağlamışdı hətta ərəblərə qarşı, Sasanilərə qarşı Bizansla. Bizans pərəstlər daha sonra öldürmüşlər Cavanşiri. Uyğunluq pozulmuşdur. Yəni səhv istəyir bizdən. Atropatena Sasanilərdən asılı sandı 20-ci illərdə, düzdür. Zərdüştlük dini mərkəzlərindən biri olmuşdu. Qazaka, bəli. Albaniya Dizrav nəticəsində itirib, bəli. Atropatena uzun müddət daxili müstəqilliğini qoruyub saxlayıb. Xeyr, daxili müstəqillik ləğv olunmuşdu 20-ci ildə. Mehranlərin hakimiyyətinə son qoydu 8-in əvvəl, bəli, 705. Albaniyanın 7-ci əsrin ortalarına aiddir. Təxminən 645-655-i götürəcəyik. Gəlin elə buradan Y-dən gedək. Əməvilərin siyahıya alınması və yeni vergilərin qoyması. Əməvilərin hakimiyyət illərini yadımıza salanda görürük ki, heç də yəni aid deyil. Ona görə Y variantı səhvdir. Cavanşirin daxili müstəqilliyi qorumaq uğrunda mübarizə aparması, bəli, cavabımız D variantı olacaqdır. 60-cı testdə C variantına baxaq. Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi, xeyr, İsgitin də sümüyü çürümüşdüdən o tərəfə söz tapmıram, hayf ki. Yəni İsgit nə əlaqə yazıblar ora. Xəzərlərin ölkə ərazisinə ilk hücumlarının başlaması da yanlış cavabdır. Yəni o 7-ci əsrə aid olmalıydı, amma ortalarına aid deyil. Xəzərləri 2 dəfə məğlub edib, hətta Cavanşir. Cavanşir hansı döyüşlərdə məğlub eləmişdi? Bir dəfə məğlub eləyir, bir dəfə isə qalib gəlir. Hətta məğlub eləyəndə deyir ki, get sola dərəsinə gəlmə. İkinci dəfə məğlub olanda isə məcbur olub diplomatik əlaqə belə qurur, nicah diplomatiyası Cavanşir Xəzərlərlə. Albaniyanın 7-ci əsr ortaları üçün səciyyəvi idi. Yəni 7-ci əsrin ortalarına aid bir şey seçməliyik. Ölkədə Sasani mərzbanlığına son qoyulması, Cavanşirin ərəblərin ilk hücumları zamanı Sasani hökmdarının köməkdən imtina etməsi yox. Belə bir şey olmayıb. Yəni B variantı da səhvdir. Mehranlərin əsası da 629-dur. Sonra elə cavabımız da burada Y variantı olacaq da. Cavanşir Abbasilər də yox idi, hələ Əməvilərdir. Yəni Y variantı. 4-cü əsrdən fərqli olaraq 6-cı əsrdə Albaniya tarixinə aiddir. Müsəlman olmayanlardan xeyr, müsəlmanlıq ümumiyyətinin 610-cu ildə yaranmışdı. Yəni 7-ci əsrdir. Getdi işinin dalıyca. Sasani Mərzban tərəfindən elə 4-cü əsrdə də idarə edilirdi. Yeni hakimiyyəti bərpa edildi. İlk dəfə ərəblərin hücumuna məruz qaldı. Xeyr, əmirlik sistemi ləğv edildi. Xeyr, cavab elə C variantı. Uyğunluq gözlənib. Yəni nə? Düzü istəyir bizdən. Albaniyada xristiyanlıq rəsmi din olundu. 3-cü əsr yox, 4-cü əsr. Sasanilər Albaniyanın qəti şəkildə erkən feodalizm dövründə, erkən feodalizmdə, bəli. Düzdür, Xəzərlərlə mübarizə aparmışdı. Bir dəqiqə Albaniyanı qəti şəkildə tabe eləmişdi.
Deyir erkən feodalizmdir. Düzdür. Cavanşir Xəzərdən mübarizə. Hə, 8-ci əsr yazıb bura uşaqlar, 7-ci əsr yazmalıdır. Deyirəm ki, yəni 2 dənə cavab ola bilməz. Ona görə təzədən baxdım. Qəbələnin paytaxtı olub Mehranilərindən sonra. Xeyr, daha əvvəl. Məzdəki ümumiyyətlə Albaniya yaranandan paytaxt biz demişik ki, Qəbələ olub. Daha sonra Bərdə olub. Məzdəkilər hərəkatın yönəlmişdi Ərəb xilafətinin verici siyasətinə qarşı. Xeyr, bərabər bölmək istəyirdilər sadəcə onlar nemətləri. Hələ heç ərəblər yox idi, Sasanilərə qarşı idi həm də. O da səhv verilib orada. Urnayra aiddir. Kadisəyə, xeyr. Biz burada ya dizrav verməlidir bizə. Hə, elə dizrav verib D variantı. Ya da ki, Amid döyüşünü. Yəni, Urnayra aid olanlar elə bunlar olur. Testlərdən çox gördüyümüz. Erkən feodalizmə aid deyil. Yəni, 3-11-ə aid olmamalıdır. Alanların ilk yürüşün başlaması təbii ki, də aid deyil. Gezid alınırdı Sasanilər dövründə. Ərəblərin yürüşü də 7-ci əsrdə var. Mehranilər də gəlib, bəli, gedib də həm də 7-də gəlib, 8-də gediblər Mehranilər sülaləsi. Yəni ikisi də aiddir. Albaniyanı 3-7-yə aid deyil. Gezid var idi. Slavyanların yürüşləri, bəli, cavabımız elə B-dir. Xəzərlər var idi 7-ci əsrdə. Feodalda vardı, Sasan feodallarda var idi. 387-ci ildə. İndi bizim itirdiyimiz ərazilər var da Dizravda. Oti, Sakasen, Kolt, Cirdima. Bax, onu deyir ki, hansı sülhlə qaytarmışdılar, ha? O 4 dənə ərazinin yenə yerlərini istəyir bizdə. Ona görə, yəni Uti, Sakasen, Kolt, Cirdima vilayətinin yerini bilməlisiniz. Burada təbii ki də bizim doğru cavabımız olacaqdır 4-lə 5. Deməli, cavabımız oldu B variantı. Daha sonra. Bircə dəqiqə. Hər yerə getdi. Deməli, 67-dən davam edirik 68-ci testdə. Nə deyir? Deyir ki, yenə eyni sual verir ki, hansı əraziləri itirmişdir? Burada da götürəcək 1-lə 4-ü. 1 və 4. Yəni, doğru cavabımız Y variantı. 1, 4, Y variantı. Daha sonra 7-ci əsrin 30-cu illərinə fərqi olaraq 60-cı illərin ikinci yarısında biz burada götürəcəyik ki, nəyi götürəcəyik? Xilafətlə münasibətlərin diplomatik yolla nizama salınması. Bəli, cavabımız Y variantı, hətta vergilərdə 3/1 qədər azaltmışdı. Albaniya Atropatenanın 6-cı əsrin ikinci yarısına aid oxşarlıq. Nə olacaq? Təbii ki də Sasanilərin tərkibində olması. Feodal münasibətlərin yaranması 3-cü əsrdə, alanlar 1-ci əsrdə, yerli hökmdar yox idi Atropatenada. Haylandurla mübarizə aparanda Albaniya idi, Atropatena yox. Albaniya ilə Atropatenanın yenə oxşarlığını istəyir. Burada da doğru cavabımız Sasani mərzbanları tərəfindən idarə olunması. Axı şeyin tərkibində idilər Sasaniləri. Yenə eyni sualı verib uşaqlar burada. Sasanilərin tərkibinə daxil olmasından sonra Albaniya daxil edilmişdi Sasanilərin tərkibinə. Səhvi istəyir bu dəfə bizdə. A variantı düzdür. B variantı Alban hökmdarı Urnar düzdür. Dizrav döyüşündə Romalılara məğlub oldu. Sasani şah 1-ci yox, 2-ci şapur olmalıydı. 2-ci şapur. Haylandur 2-ci vacı düzdür. Urnar da əvvəldə, yəni 313 idi. Yəni də düzdür. Yenə səhv istəyir bizdən. Müharibə sövq etmişdir. Sasani şahı Firos. Bəli, düzdür. Dizrav döyüşündə Alban dəstələri düzdür. 1-ci şapur, 1-ci vacı. Dizravda Romalılara məğlub olan Sasani şahı 1-ci Qubad verib. Xeyr, 2-ci şapur olmalıydı. Cavabımız B variantı. 74, 75, 76 da hələ bu tərəfdə var. Yenə səhv istəyir. A düzdür. Y. Yeni biz keçmirik.
Yəni ki, sizlərə düşmür. Uti, Sakasen, Kolt, Girdiman vilayətlərinin hansı hökmdar tərəfindən geri qaytarıldığı bizə bilinmir. Nətər deyin, Karra döyüşü, 38-in döyüşü hansı hökmdardır bilinmir. Atropatenada bu da elə. Yenə səhv istəyir. Deməli, Amid döyüşündə Urnari iştirak edib, bəli. Sasani şahı 1-ci Qubat məzdəkiləri yatırmışdı, bəli. Sonra Atropatena Sasani dövlətinin tərkibinə qatıb. Sasani şahı 1-ci Şapur. Xeyr, dövləti yaradan axı. Deməli, 76, 77-ci testdə də baxaq. Yenə səhv istəyir bizdən. Sasani şahı. Amid döyüşündə Bizans yox idi, Roma idi. Doğru cavabımız elə A variantı olacaqdı. Yenə səhv istəyir bizdə. Yenə Dizravda Bizans yox idi, Roma idi. Uyğunluq gözlənilmişdi. Bu dəfə düz istəyir. Dizravda Bizans yox idi, səhvdir, A getdi. Haylandır onlar. Uşaqlar, bu da yadıma düşdü. Bu arada mən TikTok hesabımda var. TikTokda da paylaşıram. Əgər istəsəniz TikTokdan da takip eləyərsiniz. Orada da elə adım History with Nisədir. Aynən yazmışam ki, onu axtarışa vuranda tez tapasınız. Əgər istəsəniz burada yerləşdirəcəm. Linkin sabitə də vuraram. Oradan daxil ola bilərsiniz. Yəni TikTok səhifəmdə mövcuddur bu arada. İşarəni gördüm, yadıma düşdü. Hər dəfə istəyirdim məlumatlandırım sizi, amma yadımdan çıxırdı. Instagram yoxdur hələ ki. Əslində var, yəni orada o qədər paylaşım eləmirəm. Ona görə ehtiyac yoxdur. Amma TikTokdan takip edəsə sizin xeyriniz olar. Haylandır Hunları ilə mübarizə aparıb 1-ci Vati Atropatena Sasaniya 3-cü əsrin 2-ci yarısında yox, 1-ci yarısında idi. Ona görə doğru cavabımız C variantı olacaqdı. Yenə düzü istəyir bizdən. Dizravda itirilən torpağı geri qaytardı. Urnayrın sümüyü çürümüşdü, o ölmüşdü. Ondan sonra qaytarılır. 3-cü Yezdəcirlə müttəfiq olub Urnari yox. 2-ci Şapurnan idi. Amiddə də Bizans yox idi. Məzdəkiləri yatırmışdı. 1-ci Xosrov Şirvan yox, 1-ci Qubad olmadı. Cavabımız elə A variantı olacaqdı. 1-ci Şapur, 1-ci Vati, 2-ci Şapur, Urnayır. Məzdəkiləri yenə yatırıb. Xosrov Şirvan səhvdir. Türk mənşəli Kaspi tayfalarına aid deyildi. Mehranilər ona görə səhvdir. Albaniya Girdiman vilayətindən məhrub edildi Dizrav döyüşündə. Bəli, cavab C variantı. Daha sonra Qərbi Roma İmperiyası, yenə bayaq yazmışdım sizə, 395-476. Amid döyüşünün baş verməsi aid olurmu? Xeyr, aid olmur. Aqoen kəsəməsi aid olurmu? Xeyr, olmur. Haylandır Hunda aid deyil. Məzdəki də aid deyil. Sasanilər tərəfindən də ilk dəfə işğal edilməsi Albaniya 262-dədir. Hoş olar burada. Haylandır Hunların Albaniya Haylandır deyil. Bəli, doğru cavabımız C variantı olacaq. Məzdəkiləri yatırmağa da gəlmişdilər Hunlar daha sonra. Qərbi Roma İmperiyasının mövcudluğuna yenə 395-476. Məzdəkilərin başlaması, Mehranlərin hakimiyyəti son qoyması, Dizravın baş verməsi, 2-ci Vatsenin Haylandır Hunları ilə mübarizə aparması. Doğru cavabımız olur D variantı. 84-cü əsr Atropatena bizim əsrin 3-cü əsrinə aid olan nə olacaq? Təbii ki də aslı vəziyyətə düşməsi. Eradan əvvəl 3-cü əsrdə Selevkilərdən, hansı ki 190-da baş verən Magneziya nəticəsində azad olur asılıqda. Bir də 2-3-cü əsrdə Parfiya. Parfiya deyirəm, Sasanilər uşaqlar Parfiyanın varlığına son qoyub, ona görə bəzən Sasanilərin tərkibinə daxil olmuşdu. 1-ci əsr Atropatena, 3-cü əsr Albaniya xarici tərəfindən işğal edilməsi C variantı ya dillər tərəfindən ola bilər. Urnayrın hakimiyyətinə aiddir. 2-ci Şapurna Sasan Romada iştirak etməz. Bəli, cavabımız A variantı. Alban hökmdarı Urnayra aiddir. Baxa görə Urnayra nə aiddir? Roma İmperiyasının bu diplomatik əlaqə yaratsa niyə Sasani tərəfdən döyüşsün? Bizans yox idi hələ.
İkinci Şapurla da müttəfiq idi. Bəli, doğru cavab C variantı. Yenə düzgünü soruşur. Bələncər döyüşündə Xəzərlər məğlub olmuşdu. Yox. Y səhvdir. Kadisiyada iştirak etmişdi. Hökmdar deyildi Cavanşir. Bəli, cavabımız olacaqdı burada. Kür çayı sahilində Xəzərləri məğlub etmişdi. Alban hökmdarı Cavanşir. Xürrəmlərin ilk çıxışları baş vermişdi 778-də. Bu da düşür kimə? Təbii ki də Abbasilərə. Nəhavənd döyüşündə baş verməsini burada doğru veriblər. 89. Arşakilərin Albaniyada hakimiyyətdə olduğu dövrdə nə baş verib onu tapmalıyıq. Xəzər xaqanlığının süqut etməsi. Xəzər xaqanlığı 965-ci ildə süqut eləyib, aid deyil. İkinci Göytürk dövləti 689-a aid deyil. Sonra birinci Göytürk dövləti 552, bu da aid deyil. Avropa Hun dövləti yaranması 4-cü əsrə aiddir. Axun dövlətinin süqut etməsi aid deyil. 567-dədir. 5, 6, 7. Birinci Göytürkün Sasani süqut etdirir. Deməli, uyğunluq. Albaniya birinci Göytürk. Firuzə qarşı mübarizə aparması, paytaxtın köçürülməsi, Bizans üzərinə hücum etməsi, Xəzərlərə qarşı mübarizə aparması. Biz burada oxuyub variantlarla tanış olduğumuza görə birinci oxşarı yazırıq. Xəzərlərlə hər ikisi mübarizə aparıb. Oxşar olan cavablar da yəni çıxacağıq. Oxşar 3-ə D olan variantımız qalmalıdır bizim. Sonra baxaq, Sasani dövləti ilə müttəfiq olmaz. Bəli, hər ikisi müttəfiq olub. Doğru cavabımız qaldı 2 dənə, ya C-dir, ya da D-dir. Birə baxıram ki, hər ikisində B verib. Paytaxtın köçürülməsi Albaniyada var. Bəli, dedim sizə Qəbələ, Bərdə. Amma Göytürkdə təkcə bir dənə paytaxt olub. Ötükən şəhəri. Daha sonra isə baxıram görüm Sasani Şahı Firuzə qarşı mübarizə aparması da təbii ki Albaniya dövlətinə aiddir. Cavabımız olur D variantı. 2-yə də Y verir. Bizansa hücum etməsi bəli. Cavabımız D variantı. Deməli, Albaniya dövlətinin tarixinə 4-cü əsrin 2-ci 10 illiyi və 5-ci əsrin 40-cı illərin ümumi cəhətləri yazaq. 311, 20, 320, bir də ki 440'lar. Ümumi cəhətdir nə ola bilər? Xristianlığa rəsmi dini dövlət elan edilməsi 488. Hakimiyyətə yeni hökmdarın gəlməsi aiddir. Bir olamayanlar çıxacaq. Ne qədər qəşəngdir. Xristianlıq 4-cü əsrin 2-ci 10 illiyində elan edilib. 15-ci əsrdə yox. Cavabımız olur A variantı. 444-də Bərdənin salınmasını götürə bilər. 456-da isə paytaxtın dəyişməsini götürə bilər. Cavanşirlə Urnari istəyir Albaniyanın ərazi bütövlüyünün uğrunda mübarizə aparması. Bəli, hər ikisinin oxşar cəhəti olacaqdır. Üçüncüyə A variantı getdi. O, nə yaxşı, özümü heç yormağıma ehtiyac qalmadı. Canımız elə qaldı Y variantı. Görə hələ düz olur. Birinci tərəfə verdiyi şeydir Cavanşir. İkinciyə də Urnayr. Cavanşir. Allah qoysa yazsam. Bu arada uşaqlar, İsmaillidə Cavanşir qalası var. Bu da mədəniyyətdən, yəni deyəcəyik, Cavanşir özü də Girdiman əyalətində yaradıldı da dövləti. Girdiman. O ilə də yadınızda saxlaya bilərsiniz. Cavanşirə deməli Bizansla diplomatik əlaqə düzdür. Müaviyə ilə də cəb görüşüb düzdür. Urnayra Roma imperiyasına qarşı Sasanilərlə döyüşüb düzdür. Və 313-də də Xristianlığı dövlət dini elan eləmişdi, düzdür. 93. Albaniya dövləti Arşakilər və Mehranlərin dövründə seçməliyik. Arşakilər Mehranlərdən daha əvvəl hakimiyyətdə olub. Deməli, Ağqoyun Kilsə Məclisi bəli 488-ci ildə aiddir. Amma Xəzər xaqanlığı
Xəzər xaqanlığında isə aiddir Cavanşirə. Cavanşir də hardan idi? Mehranlərdən idi. Qələm belə yazmaq istəmir. Nə oldu bu qələmə? Deməli, biz götürdük birinciyə A variantını, A olmayanları ona görə də çıxırıq. Qəbələ şəhərinin paytaxt olması Arşakilərin dövründə. Ola bilər, götürə bilərik. Bərdə şəhərinin paytaxt olması Mehranlərin dövründə. Bəli, A variantı düzdür. Və Abbasilər yox, Əməvilər sülaləsidir. Müəyyən müddət Sasanlərdən asılı düşməsi də doğru cavabdır. Uyğunluğu müəyyən edin. Eləyək də görək nə istəyir bizdən. Hökümdar. Bax, burada hökümdar Cavanşirdən gedir ha söhbət. Birdən Qadisiyə döyüşü verəcək. Ən çox düşən Qadisiyə döyüşündə biz onu hökümdar kimi götürmürük. Deməli, gedək elə C variantından Xəzər ordusunun məğlub edilməsi. Xəzərlərin yəni deyir ki, C variantında Kür çayı sahilində Cavanşir məğlub eləmişdi. Ona görə biz bunu götürəcəyik. Nə? Səhv. Kür çayı sahilində Xəzərlər qalib gəlmişdi çünki. Yəni C variantı çıxacaq. Ərəb xilafətinə qarşı Bizans imperiyası ilə ittifaq yaradılması. Ərəb xilafətinə qarşı Bizans imperiyasını bəli yaratmışdı. Rəsmi şəkildə Ərəb xilafətinin asılını qəbul eləməsi 7-ci əsrin 60-cı ili bəli. Sasani Şah 3-cü Yezdəcirlə müttəfiq olmamışdı. Xəzər xaqanlığından da asılı olmuşdu. Yəni bizim burada 94-də doğru cavabımız olacaqdı. A variantı. A variantı. Deməli 95. 3-cü əsrdə heç oxumayacağım. Mətndə bəxş edilən hərəkatdan fərqli olaraq məzdəkilər. 3-cü əsr deyirsən maniçilik. Artıq siz bunu bilməlisiniz ki, söhbət nədən gedir. Və deyir ki, məzdəkilər nə istəyirdi? İstiqaliyyət nə əlaqə? Xeyir də hər ikisi istəyirdi. Dinc yox idi, mübarizə istəyirdi. D-də səhvdir. Bir dəqiqə, mənə hansısa səhvə yol verdi. Xeyrin şər üzərində qələbəsinə inanırdılar. Bəli, bu məzdəkilərdə var, amma maniçilikdə belə bir şey yox idi. Maniçilikdə belə bir şey yox idi. Sadəcə məzdəkilər hərəkatında var idi. Onlar elə maniçilik, yəni gözləyirdilər ki, havadan, sudan hər şey həll olacaq, sülh olacaq, müharibə olması. Hətta bu Uyğurlarda şeydir, azaltmışdı döyüş ruhunu. Uyğurlarda ona görə ləğv eləmişlər bu dini. İkinci hadisədən sonra Nabana daxili müstəqinə son qoymaq üçün həyata keçirdiyi tədbirlərdən deyil. Təbii ki də burada nə olacaq? Boş qalmış torpaqları hərbiçilərə payladılar. Nə əlaqə? D variantı. Mehrəvan qalası inşa olundu. Xeyr. Arşakilərin hakimiyyətinə son qoydu. Bəli, 629-cu ildə də hakimiyyətə Mehranlər sülaləsi gəlir. Arşakilərin də sonuncusu 488 Aqin keçirdən 3-cü Mömin Vaçaqan idi. Yəni doğru cavabımız B variantı olmuş oldu. Sonra 3-cü əsrin 60-cı illərində nə olmuşdu? Təbii ki də Sasanlərin tərkibinə daxil olmuşdu. C variantı. Daha gec olub. 371. Sonra 5-ci əsr. Bu da 5-ci əsr. Sasanlərin Atropatenanı. Bu da 200 deməli 27-ci il. Məzdək təliminin yatırılmağa başlaması da 5-ci əsr. Gecə olanı soruşur, onsuz da bizdə. Burada ən gecə hansı olacaq bizdə? Təbii ki də olacaqdır C variantı. Yəni 3-cü Vaçaqan Arşakilərin ən sonuncusu 488-də. Fraspanı istəyir. Görək nə deyir burada. Mətndə bəhs edilən Atropatena hökümdarı Albaniya hökümdarı ilə Urnarı təbii ki də Roma imperiyası ilə xeyr, Roma imperiya deyildi. Eradan əvvəl 36-da. Çünki Roma imperiya olub eradan əvvəl 27-də. Parfiya nə əlaqə? Parfiya sümüyünü çürütmüşdü. Ərdəşir Babəkən. Bizans imperiyası Bizansda yox idi hələ.
Sasani imperiyası da yaranmamışdı, Romaya qarşı savaşmışdılar. Bəli, 2-ci Vatsendən 3-cü Mömi Vatsaganı istəyir bizdən. Gedək elə Y variantından görə ortaya verib D variantını. 5-ci əsr, bəli, hər ikisi 5-ci əsrdə idi. Ona görə variantlarımı çıxıram. Sonra Aqoin Kilsə məclisini 3-cü Mömin Vatsaganı çağırıb B variantı getdi 2-yə. Bu da getdi. Sonra Xristianlığı ilk dəfə deyirsə, biz bunu heç birindən götürməyəcəyik. Yəni cavabımız da qaldı elə Y variantı. Paytaxtı Yeni şəhərə köçürdən Vacib Bərdəyə köçürtmüşdü. Massagetləri öz tərəfindən çəkmişdi. Bəli, Massagetləri bu arada Massagetlər daha doğrusu kimi öldürmüşdü? 5 saniyə vaxt verirəm, rəylərdə yazın. İndi mən onu səsləndirəcəm. Göründüz tapa bilirsinizmi? İkinci Kir deyənlər, afərin. Əsrin ikinci yarısı 5-ci əsrin ikinci yarısını verib bizə. Deməli, baxaq, xarici müdaxiləyə məruz qalması hər ikisinə orta cəhət kimi götürə bilərik. Sasanilərlə birləşməsini 4-cü əsrin ikinci yarısını götürə bilərik. Amidlər dizrabı. Sonra nə deyir bizə? İkinci Vatseni də götürəcəyik 5-ci əsrin ikinci yarısına. Sonra əhalisi yəni Sasanilərdən asılı deyən Sasanilərə vergi verirdi orta. Dizrabda Bizans yox idi. Bizans yox idi uşaqlar. Doğru cavabımız oldu B, C, A, D. C variantı. Bizans 395-də yaranır. Görürsən neçə dənə testimiz var bizim. 153 dənə testi izahına. Hələ bir 53 dənə. 51 dənə testimiz var hələ. Narahat olmayın, hamısının izahını verəcək. 2-ci Vatsə, 3-cü Mömin Vatsaqa. Aşakilərin son nümayəndəsi olan 3-cü Mömin Vatsaqa. 2-yə getdi A. Bu getdi, bu getdi, bu getdi. Bu da getdi, cavabımda qaldı D. 1-ə gedir D. Haylandır Hunlarla mübarizə. Bəli, 2-ci Vatsə idi. Uşaqlar, bunu təzədən oxuyuram ki, bəlkə nəsə səhvə yol vermiş olaram. Sizlər də səhv bilməyəsiniz. Amma arada bir-iki səhvə yol vermişəm. Onda sizin diqqətinizi öyrənmə məqsədi ilə rəylərə qeyd eləyərsiniz. Görüm, kimlər o səhvlərimi tapıb. Aqoin Kilsə məclisini çağırmışdı. 3-cü Mömin Vatsagan. Bəli, düzdür. Sonra 3-ə B ilə C-ni verib. Müəyyən müddət xristianlığı himayə edib. Bəli. B variantı da düzdür. Sonra C. Haylandır Hunlar yox. B, C. 5-ci əsrdə hər ikisi hakimiyyətdə oldu. Bu da düzdür. D-də Haylandır Hunla mübarizə aparan Vatsə düzdür. İndi mən burada oxuyub yoxladım, amma imtahanda sizin yoxlamağa qədər də vaxtınız olmayacaq. Ona görə elə çıxdaş elədiniz getdi. Nə alındı cavab, onda yazarsınız. Çox asan bir şey verib sizə. Atropaten əhalisinin ödədiyi illik vergi. Uşaqlar, bunu hansına yaza bilərsiniz? Hansına yaza bilərsiniz? Heç birinə təbii ki də. Çünki ilk 10 illiyi deyirsə 200, 1, 210-u əhatə edir. Və bu Xostakla Dastaketdə Sasanidə idi. Məlumatı verib aydınlandırırım sizdə. Sasanilər də yaranıb 227-də, yəni bu üçüncü şeyinə düşür. 226-da yaranıb 27-də Atropatena birləşib. 3-cü 10 illiyinə düşür. Yəni bunu götürə bilməzsiniz. Siz Y variantı. Variantlardan gəlin çıxaq. Görürsünüz, elə çox bilmişdiyinə bir dənə verib. İri fiyadalara məxsus olan irsi torpağı gördüsə Dastakert. D variantı 1-ə gedəcək. Sonra nə deyir? Xidmət müqabilində verilirsə Xostak torpağı, Dastakert və Xostak. Bəli, götürəcəyik C variantını ikinciyə. Cavabımız da olacaqdı A variantı. Görək, ortaya da B-ni verib. Bəli, düzdür. B variantı düzdür. Arşakilərlə Mehraniləri indi bizdən müqayisə eləməyimizi istəyir. Rəngimizi dəyişək. Məncə qırmızı o qədər də yaxşı görünmür. Hər bir müəllim qırmızıdan işlədir deyən biraz fərqlilik qataq. Bənövşəkdən istifadə edəyəm. Arşakilər və Mehranilər. Bərdə şəhərinin paytaxtı olması xarici gəl ən axırdan başlayacağım. İlk dəfə xristianlığı rəsmi dövlət dininə elan edir. Təbii ki, kim olacaq? Arşakilər olacaq da. Ona görə B getdim, D-də getdi, Y-də getdi. Ortaq ümumiyyətlə ola bilməz, onsuz da salmayın. Ümumiyyətlə ilk nə isə gördünüz, başlanması, bitməsi, süqutu gördünüz, onu ortaya götürə bilməzsiniz.
Əməvilərlə diplomatik əlaqə yaradan Mehranilər idi. Yəni 4. Yəni A variantı cavabımız. Görə düz olur. Bərdənin paytaxt olması ikisinə də düşür. Düzdür. Xarici işğallara qarşı da hər ikisi Sasanilərə qarşı müttəfiq olmuşdu. Bu da doğru cavabdır. 651-ə qədər ümumiyyətlə olur Sasanilər dövləti. Hə, deməli bizdən nə istəyir? Uyğunluğu istəyir. Yəni özü hazır cədvəl verib, biz də buradan tərəfləri, nəticələrini görəcəyik ki, hansı düzdür, hansı. Bu arada bu yeni salınan testi bu ildə imtahanda istifadə olunması çox böyük ehtimal olan suallardan biridir. Ona görə də izahına diqqətlə qulaq asın. Deməli, döyüş nə verib? Amid, Qərbi Roma. Qərbi Roma gördünüz, çıxdınız 7 işinin dalıyca. Hələ yox idi, Roma idi sadəcə. Ərəb dövləti və Sasani Kadisiyə döyüşündə. Ərəblər Qəzvin şəhərini ələ keçirtməsi. Dizrav, Roma və Sasanilər arasında Romanın bir sıra Alban vilayətini tutması. Bəli, 3-ü də götürəcəm. Sonra Ktesfon, Ərəb dövləti Sasani. Ktesfonda da hökmdar deyildi, deyənə Cavanşir. Getdi 4-də. Yəni cavabımız yalnız 3 olacaq. Burada əslində bir də baxaq, bəlkə 2 də uyğun ola bilər. Xeyr, 2. Qəzvin şəhəri nə əlaqə? Burada səhvdir. Cavab elə A-dır. Albaniya dövləti hökmdarların hansına aid verilməyib məlumat. Baxaq görək. Ölkənin bütün bu qoçaqdır. Qoçaq Vatsagan. Birinci qoçaq Vatsagan. Sonra müstəqil Alban Assoygi. Yox, deyir ki, Alban kilsəsinin bu 3-cü mömin Vatsagandır. Yəni D variantı bu da getdi. İlk dəfə xristiyanlıq, bu da Urnayırda getdi. Dövlətin paytaxtının dəyişdirilməsi 2-ci Vatsi, cavabımızda oldu 1-ci Vatsi, yəni B variantı. 5-ci əsrdə baş verən hadisələri müəyyən edin. 5-ci əsrdə Məzdəkilərin başlanması, Mehranilər 7-ci əsrdə, Amid 4-cü əsrdə, 2-ci Vatsidə düzdür. 1-lə 4. 6-cı əsr Xosrov və Şiravan. 2-ci Vatsi, Arşakilərin hakimiyyətinə son qoyulması. Bu da səhvdir, bəli, cavabımız 1-lə 5-dir. Sonra nə deyir? 6-cı əsrə aiddir. Dastakertin mövcud olması, bəli. Atropatenlə xeyir, Sasanilərin şimal xüsusuna daxil edilməsi. Xeyr, o əvvəldən var idi. Bir şey deyir, Xosrov və Şiravan deyir, deyənə ona görə düz götürəcəyik. Biri də Dastakertdə bunu da götürür. Mehranlərin Albaniyanın, Mehranilər hələ yox idi. Xilafət də hələ yox idi. Albaniya Arşakilərin hakimiyyətinə son qoyulması. Xeyr, Dizravda xeyr. Deməli, cavabımız oldu nə? 1 və 2. Sonra 111. Buradan da yenə uyğun olanları seçəcəyik. Haylandur Hunlarının hücumu nəticəsində hakimiyyətdən əl çəkdi. 2-ci Vatsi. Belə bir şey olubmu? Təbii ki də xeyr. Dizravda Urnayr idi. 1-i götürəcəm. 2 səhvdir. 4-ə baxın. 2-ci Vatsi. Bəli, bəli. 2-ci Vatsi hakimiyyətdən əl çəkmişdi. Düzdür. Dizravama aid deyil və 3-cü mömin Vatsaganda aid deyil. Cavabımız oldu nə? 1-lə 4. 112. 3-7-ci əsrə aiddir. Xostak, bəli. Hunların hücumuna məruz qalması, bəli. Bu 7 yox, 705-8-ci əsrdə, Eştatsar döyüşü də 9-cu əsrdədir. Sonra, yəni burada bir düzdür. 4-cü əsrdə irsi torpaq mülkiyyəti də mövcud olmuşdu. Mehranilər 7-də, gəlib 8-də gedib, Savalanda 8-dədir, 1-2, 731-də. Albaniyanın 5-ci əsrin 2-ci yarısına aiddir. 5-ci əsrin 2-ci yarısı deyirsə yazılan illərini. Urnayr sümüyü çürümüşdü. 3-cü mömin Vatsaganda çoxdan ölmüşdü. Yox, yox. 3-cü mömin Vatsagan düzdür. 488-də ilə Aqin kilsə məclisini çağırıb. Uşaqlar 5 düzdür, tələsməyin. Mehranilər tərəfindən başlamayıb. Hələ heç Mehranilər yox idi. Qəbələyə köçürülməsi, bu bədbaxt yaranandan bəri paytaxtda Bərdə olub. Deməli, doğru cavabımız burada. Biz götürdük 5-i. 1-lə 2-yə də baxaq. Haylandur Hunlarını verib. Bəli, 3-cü Vaçid, bəli. 1, 2, 5. Doğru cavabımız 1, 2, 5'dir.
Zəngin belə eləsən nisbətən yaxşı görünür. Yenə 5-ci əsrin 2-ci yarısını soruşur. Xəzərlərin yürüşü. Xəzərlər yox idi. Xristianlığı, bəli, 500-də Alqenikə səmərçisinə aiddir. İlk dəfası düşməyib. Müəyyən müddət Sasani mərzbanlar tərəfindən, bəli, mərzbanlıq dövrü. 2-ci Vaçenin hakimiyyətdən əl çəkməsi, 1-ci Vaçenin tərəfindən idarə olunması. 1-ci Vaçe daha əvvəldir. Cavabımız olur 2, 3, 5. Yəni doğru cavabımız olur 2, 3 və 5. Belə daha qəşəngdir. Hə, belə daha qəşəngdir. 4-cü əsrin 50-ci illərində Albaniya nəyi götürəcək? Biz bura Amit döyüşünü götürəcəyik. Onda Allaha şükür verməyib. Dizrav 71-dədir. Urnar da yox idi. Bizans yaranmamışdı. 2-ci Vaçenin deməli nə deyir? Bir dəqiqə. Urnar tərəfindən idarə edilməsini götürəcək. Başlaması demir ki bizə. İdarə edilməsini deyir. 2-ni götürü 3 də səhv oldu. Bir də 2-ci Vaçenin hakimiyyətdən əl çəkməsi, xeyr. Bir də Sasani dövrünün saxlaması. Bəli, hələ də müttəfiq idilər. 2 və 5. Sonra 117. 4-cü əsrin 1-ci yarısı Albaniya tarixi üçün xarakterik amilləri müəyyən idi. Yəni aid olanlar götürəcək. 301, 350. Qərbi Roma İmperiyası 476-da süqut eləyib, 395-də yaranıb. Yox idi yəni. Daxili müstəqilliyin qoruyub saxlamışdı, bəli. Sonra 2, bir də aşağıkilər, düzdür, 2, 3. 2-ci Vaçe yox idi, hələ Amit döyüşüdə 1-ci şapur yox, 2-ci şapurla idi. Həm də 2-ci yarısı. Yəni 2-3. Feodal münasibətlərin Qərbi Avropadan fərqli cəhətləri. Daha tez yaranması, bəli, amma daha gec süqut etməsi. Tez yox, gec. Uzun müddət davam etməsi, bəli. Kəndlərin təhkimli olmaması, bəli. 1, 3, 4. Natural təsərrüfatın olmaması. Niyə? Azərbaycan ölkə deyildi, bu yazıq. Azərbaycanda yenə xas olan natural təsərrüfatın mövcud olması təbii ki də, bəli, təhkimli halına salınmamışdı. Hərbi xidmətə görə, bəli, verilirdi torpaqlar, vergi verən təbəqə idi kəndlər, bəli. Feodalların kəndlərə torpaq vergisi ödəməsi, feodal gəlib kəndliyə pul ödəyəcək. 1, 3, 4. Kəndli feodalın torpağında gəlib işləyirdi, ona görə də o pul ödəyirdi. Əkdiyi məhsulun bir hissəsini verirdi feodala. Hə, bu sual da qəşəng sualdır. Deməli, nə deyir burada? Məqsədlə qonşu dövlətdə siyasi ittifaqda yaranmışdı, hakimiyyətə gəlmişdi. Hə, deməli, bu Urnaridən danışır. Sonra Albaniyada türk məsələsi Sasanlərlə qohumluq əlaqələrinə Dərbənd keçidini tutaraq massagetləri öz tərəfinə çəkmişdi. 1-ci mətndən fərqli olaraq 2-ci mətndə aid olan seçməliyik biz burada. 1. Roma İmperiyasının Cənubi Qafqazda bu ikisinə də aiddir, ona görə biri götürmürəm. Bəli, 2 düzdür. Parfiya dövlətinə qarşı, Parfiya dövləti yox idi axı, Sasanilər dövləti idi. Haylandırhunda, bəli, 2-ci Vaçe. Cavabımız oldu nə? 2, 4. Kaş bunun rəngini dəyişən kimi siz də imtahanda cavabınızı dəyişə bilsəydiniz. Bu diqqətli olun uşaqlar. Bu kodlaşdırmalı səhv elədinizsə, birini səhv yazdınızsa, hamısı səhv gedir. Ona görə maksimum dərəcədə nə olun, diqqətli olun. Uyğunluğu müəyyən edin. Alqoyin keçmə vəzifəsinin keçirilməsi. Albaniya xristianlığın qadağan edilməsi. Səhvdir. 1-ci Xosrovun vergi islahatı can vergisindən azad edilməsi. Bəli, qadın qocalarda daxil idi, uşaqlarda. Bizans da yox idi, avtomatik cavabım 2-4 oldu. Bəli, düzdür. Cavanşir öldürüləndən sonra yenidən müharibə meydanına çevrilir. Cavanşir 7-ci əsrdə dövləti idarə edib, Sasani ordusunun tərkibində Ələb xilafətinə qarşı idi, Kadisiyə döyüşü, Ktesifon döyüşü. Xəzər xaqanlığında vassallığına yox, hökümdar deyir burada. Ona görə hökümdar deyirsə, bax Kadisiyə, Ktesifon. Bu hökümdarlıq dövrünə düşmüş uşaqlar.
Mən yenə çox şey elədim. Amma siz imtahanda diqqətli olun. Xəzər xaqanlığının vassalını qəbul edəndə hökmdar idi, düzdür. Ərəb xilafətinə qarşı Bizans imperatoru ilə yenə müttəfiq olması, bunu da düz götürəcəyik. Abbasilər yox idi, Əməvi idi, Kürd seçən Xəzərləri məğlub etməsi düzdür. Dilim də dolaşdı. 2, 3, 5. Uyğunluq pozulmuşdu. O qədər danışıram, yəni çox normaldır. Mənim çaşmağım bu arada uşaqlar. Siz çaşmayın. Ona görə deyirəm ki, diqqətli olun. Biraz yazın, gedin istirahət eləyin, sonra təzədən gəlin yazın, beyniniz açılsın. Xristianlığı təbliğ edən məktəbə açan 3-cü Mömin Vaçaqan. Düzdür. Sonra nə deyir? Deyir ki, 3-cü Mömin Vaçaqan Xristianı 3-cü Mömin Vaçaqan pozulmuşdu deyir məndə. Pozulmuşdu. Səhv istəyir. Səhv. Deyirəm bunlar niyə uyğun oldu? Belə ardıcı. Bir səhvdir. Yəni ki düzdür. Cavabımızı götürməyəcəyik. Bizdən səhv istəyir çünki. Götürəcəyik biz bura 2-nin. Birinci vaçı yox, ikinci vaçı olmalıydı. 5 error verdi. Uşaqlar, deməli pozulmuşdur deyildi. Biz səhvi istəyirdi bizdən. Biz ona görə biri düz olduğuna görə çıxırıq. Yəni götürmürük. 2-ni götürdük. İkinci vaçı olmalıydı. Təbii ki də burada 5-ci əsrə qədər Bərdə deyildi. 5-ci əsrdən sonra olub. Buna görə Qəbələ olsaydı düz götürərdi. 2, 3. Dördüncü cavabımız da bizim. 4-cü əsrə boş. Xeyr, azı. Bizim olacaqdı 123-də cavabımız 2, 3, 4. 7-ci əsr 30-cu illərdən etibarən Albaniyanın böyük Mehranilər. Düzdür. 629'da ama indi onda təzə yaranmışdı. Ona görə daha sonra götürəcəyim. Uyğunluğu müəyyən edin. Yəni düzləri istəyir. Haylandır Hunların Albaniyaya soxulması, 2-ci Vaçini hakimiyyətdən əl çəkməsi. Bəli, düzdür. Bunu qarışdırmayın bu arada uşaqlar. İkinci Vaçi deyirsə Haylandır Hunları, Məzdəkilər deyirsə Axunlar. 629'da Sasani Bizans müqaviləsi Albaniya Bizansın təsirində yox, Sasaninin təsirində qaldı. Düzravda Roma qazandı. Bəli, Cərmidanda heç dəxli yoxdur Sasaniyə. Cavabımız oldu 1 və 3. Bunu da rəngini dəyişim. Daha qəşəng bir dənə rəng vuraq bura. Mavi rəngdə. 1, 3. Deməli, doğru cavabımız oldu 1, 3. Bu arada uşaqlar, nəsə burada testdə oxusaz, aydın olmazsa rəylərə də qeyd eləyərsiniz. Səsli şəkildə də olsa mən onu sizə izah eləyərəm. 5-ci əsrin ikinci yarısında Albaniya dövlətinə aiddir. Yəni 451-dən 500-ə qədər olanı deyir. Asogen tərəfindən idarə olunması. Düz götürə bilərəkmi? Təbii ki də götürə bilmərik. Yeni Alban yazısı. Bu da elə Asogenə aid. Asogeni götürmürsənsə yeni Alban yazsın niyə götürəsən? Meyrana 7-ci əsrdə avtomatik cavabım 4-5. Bəli, 488. Bəli, 2-ci Vaçidə aid 488-də falan. 5-ci əsrin ortalarında hakimiyyətə gəlmişdi. Sasanilərə qarşı mübarizənin əlaməti idi. Yəni 2-ci Vaçidən danışılır. Deyir, Urnayla ümumi cəhəti nədir? Arşakilərə məxsus olması, biri götürəcəm. Sasani ordusunun tərkibində xeyr, xristiyanlıq dini bəli götürəcəm. Massagetdə aiddir bir dənə Vaçiyə. 1, 3 doğru cavabım. Tonunu çox qoydum. 1 ilə 3. 6-cı əsrin ikinci yarısı 551, 600. Yerli hökümdarlar tərəfindən idarə edilməsini götürə bilərəm. Xeyr, Sasani mərzbanları idi çünki. Sasani deyilə 2-də verib. 2-ni götürəcəm. Bir də təbii ki də can vericisi. Can vericisi də nə idi? Cizit idi. Daha sonra ərəblərin dövründə cizya olacaq. Hakim zümrəyə hərbi xidmətdən iqta torpaqlarına verilməz. Hakim zümrəyə verilmirdi ki, ümumiyyətlə kimlər gedib iştirak edirdi, onlara verdi. Mehranilər də 7-ci əsrə aiddir, 6-cı əsrə yox. Yenə Sasanilərin dövlətinə, yenə yazaq ilini. Sasani yaranıb 226-da.
226. Ləğv olunub 651-də. Bizans imperiyasının yaranması 395 aiddir. Yazıram burada. 965 aiddir deyil. Xalqların böyük köçünün baş verməsi 4-cü, 7-ci əsrlər. Bunu da götürə bilərəm. Xilafətin Əməvilər sülaləsi tərəfindən idarə edilməsi xeyir. Axund dövlətin yaranması götürə bilərəm 4-cü əsrdə. 1, 3, 5. Doğru cavabımız oldu. Yavaş-yavaş sona yaxınlaşırıq, amma bitmək bilmir uşaqlar. 5-6-cı əsrdə Albaniya tarixi üçün xarakterik amilləri müəyyən edin. Urnay tərəfindən Urnayın sümüyü çürümüşdü. Bu yazıq 4-cü əsrdə hakimiyyətdə idi. 5 hardan gəldi? Mehran da 7-ci əsr idi. Əhədən xaraqla gezit verisi. Düzdür. Aid olan deyir. Onsuz da mənə düz gedirəm. 3-ü götürdüm. Feodal münasibətin yaranması. Bundan əvvəl vardı 3-cü əsrdə. Vasitə xidməti dövlət tərəfindən şərti torpaq verilməsi. Bəli, 3-dən 5. 3-dən 5-i doğru cavab kimi götürdü. 129-cu testdə. Bəli, doğrudur. Uşaqlar, burada birdən çaşarsınız. Burada da yine hakim zümrənin nümayəndələrinə hərbi xidmət müqabilində İqta torpaqlarının verilməsi yazılır. İqta torpağı ərəblərdə idi. Ərəblərdə. Burada oxuyanda ilə mən də fikir verdim. Dedim, bəlkə səhvə yol verərəm. Qaydım onu təzdən sizə deyim. Amma burada sizə deyir ki, hakim zümrənin nümayəndələrinə şərti torpaq verilməsi. Yəni torpağın adını verməyib. Torpağın adı da o idi ki, Xaraq torpağı idi. Amma siz orada İqta yazıb. Ona görə səhv götürdük. Aydın oldu. Yəqin ki, aydın oldu. Olmasa da qeyd eləyərsiniz rəylərdə. Məncə bu qədər sualdan ən azından biri belə olsa sizə qaranlıq qala bilərdi. Amma əlimdən gəldiyi qədər yəni aydın izah edirəm. Yəni sadəcə bir müəllim kimi də özünüz də görürsünüz ki, sadəcə bir müəllim kimi ciddi şəkildə izah eləmirəm. 5-6-cı əsrlərdə Albaniya tarixi üçün xarakterik amilləri müəyyən edin. Yəni aid olanları seçməliyik. Ölkə ərazisinə yalnız atəşpərəstlik. Bəs bu Mömin Vaçaqan nə idi? Bu yazı xristianlığı yaymırdı. Ümumiyyətlə yalnız sözündə gördüksə 99% səhvdir bu. Feodalların torpağı mövcud olması. Bəli, üstçülüyü var idi hər birinin. 1-ci Xosrov Ənuşirvanda aiddir. Kahinlərin can vergisinə azad olması da aiddir. Mehranilər yenə 7-ci əsr. Cavabımız 2, 3, 4. Belə yazıram, qarışıq olur. Ona görə sizin üstünə rəngləyirəm ki, daha aydın görünsün. Məzdəkilərə aid olanları, yəni düz istəyir bizdən, düz. Mərkəzi hakimiyyətə qarşı baş vermişdi, bəli, Sasanilərə qarşı. 2-ci Vati, bəli. 1-ci Qubadda geniş vüsət aldı, bəli. İri feodalın əksinə idi. 5-ci əsrin sonlarında yatırılmışdı, deyir. 2-ci Vatsenin dövründə baş verməsi, xeyr, 2-ci Vatsenin dövründə deyildi. 2 səhvdir uşaqlar. Burada niyəsə plus qoydum qabağına. Doğru cavabımız elə olur. 1-lə 3. 1-lə 3. Kadisiyə döyüşü, Nəhavənd döyüşünə fərqləndirən cəhətləri müəyyən edin. Kadisiyəni Nəhavənddən fərqləndirən. Təbii ki də biz burada nəyi götürəcəyik? Kadisiyədə aid olan bir dəqiqə uşaqlar. Bax ki, testə birdə baxaq. 1-lə 3 olur. Heç nə. 7-ci əsrin 30-cu illərdə baş verməsi. Bəli, düzdür. Ərəblərin Sasani Əməvi qoşununun qalib gəlməsi. Bəli, Səkərdə, Cavanşirdə oxşardı. 1, 3. Yox, bu Cavanşir fərqləndirən cəhətdir. Oxşar olan isə Əməvi qoşunlarının qalib gəlməsidir. Yəni doğru cavabım olur 1-lə 4. Sonra cədvəldə yenə hansının yerində əksə düz olar deyir. Bunun illərini mən burada qeyd eləmirəm. Bunun illərini siz rəylərdə qeyd eləyərsiniz. Mən belə baxın.
Burada biz yerin dəyişəsiyik. Xəzər xaqanına müqavilə imzalaması və Albaniya müstəqilliyinə son qoyulması. 4 ilə 5-in yerini dəyişəcəyik. Amma heç birinin ilini yazmıram. Siz rəylərdə istəsəniz qeyd edə bilərsiniz. Hər 5-inin baş verdiyi ili. Həmçinin 134. Baxaq görə burada nə deyir? Sasanilərin tərkibinə daxil edilməsi 227, 226. Arşakilərin hakimiyyətə gəlməsi, bu da elə 220, 262, 262. Urnayır yenə 313 götürə bilərik. Albaniya paytaxtının Bərdəyə köçürməsi 456, belə bir il olmalıydı. Burada nə yerini dəyişməliyik? 1-lə 2-ni. Keçək 135-ə. 135 yenə burada da birinci Xosrova məzdəkilər xeyri yatırmayıb Avropa ondan sülh müqaviləsinin imzalanması. Avropa ondan sülh müqaviləsinin imzalanması. Təbii ki də götürməyəcək uşaqlar. 2 səhvdir. Məzdəkilər üsyanında yatırmayıb. Belə bir şey yoxdur ümumiyyətlə. Avropa Hunhara, Xosrov Ənüşiravan hara. Vergi yığan məmurların özbaşınalığı son qoyması. Bəli, düzdür. 3 və Azərbaycanın 4 canişiyə bölməsi. Bəli, 3 ilə 4 olacaq. Onun cizyə bax. Can vergisi yazıb, düz yazıb. Bir dənə cizyəni burada səhv yazıb. Cizyən yenə nə olmalıdır? Gezit. Yəni canımız 3 ilə 4 olmuş oldu. Yenə deyir dəyişsək hansının 2 düz olar. Burada da bizim doğru cavabımız nə olacaq? Təbii ki də baxan kimi bilinir ki 2 2 ilə 3-ün olur da. 2 ilə 3-ün yerini dəyişsək ardıcılığımız doğru olacaqdır. Xronoloji ardıcılığı istəyir yenə bizdən. Daha yoruldum mən bunu deməkdən. 226 5-ci əsr yazdım. Yenə bu da 488-dən sonradır. Təbii ki də bizim buradakı doğru ardıcılığımız nə olacaqdır? 1, 3, 2, 1, 3, 2. Xronoloji ardıcılığı müəyyən edin. Cavanşirin Albaniya dövlətində hakimiyyətə gəlməsi. Yəni dövlət hökmdarı olduğu dövr deyil. Məzdəkilər hərəkatının yatırılması, Sasanilər tərəfindən ilk dəfə tabe edilməsi. Təbii ki də birinci ilk dəfə tabe edib, sonra Məzdəkilər hərəkatı yatırılıb, daha sonra hökmdar olub kim? Cavanşir. Yenə xronologiya istəyir. Bunu çoxunu da dediyimə görə daha yazmağa ehtiyac duymuram. Birinci Atropatena olacaq 27-də, sonra Amid döyüşü olacaq 59-da. Daha sonra Dizrav döyüşü olacaq 71-də, daha sonra Mehranilər gələcək 629-da. Yenə xronologiya feodal münasibətlərin yaranmağa başlanması. Nə çətin yazıb, bunu görəsən kim tapa bilər ki? Təbii ki də 3-cü əsrdir. Dizrav döyüşü nə vaxt? 371. Mehranlərin hakimiyyəti sona nə vaxt çatıb? 705. Məzdəkilər hərəkatı nə vaxt yatırılıb? Təbii ki də 6-cı əsrdə. Biz də bunun doğru cavabını nə götürəcəyik? Ardıcılıq kimi birinci 1, sonra 2, sonra 4, sonra da 3. Belə 12-43. Xronologiya yenə xronologiya. Albaniyanın 4-cü əsr yazacağım, yenə 4-cü əsr yazacağım da 3-cü əsr, yenə 4-cü əsr. Birincisi gəlib Urnayır, sonra Amid döyüşü, sonra Dizrav döyüşü. Ondan əvvəl də təbii ki də Atropatena Sasanilər tərəfindən tabe edilmişdi. Elə olub, bəli. Magneziya eradan əvvəl 190, Qavqamel eradan 332, Dizrav döyüşü eradan əvvəl 300, eradan əvvəl yox, eramızın 371-ci ili. Yenə Məzdəkilər hərəkatında verib 529-da düzəndə olacaq 2, 1, 3, 4, 21, 34. Ay.
142 qaldı 11 dənə testimiz. Yenə xronologiya, yenə eyni şeylər. 629, 489, 226, 488. Düzəndə nə olur? 3, 4, 2, 1, 34, 21. 488, 313, ateşpərəstlikdə imtina etməsi, Davət Sasani dövlətinin süqut etməsidir. 651-ci ildir. Doğru ardıcılığımız da olacaqdır bizim nə? Deməli, birinci gələcək bizdə 3, daha doğrusu 2, 2-yə bax 3 deyirəm. Daha sonra 3, daha sonra 1, daha sonra 4. 23, 14. Sonra Urunayır Amid döyüşü 371. 371. Yenə ikisi eyni ildə birinci döyüş olub, sonra əyalət itirib. Sasani Şah Albaniyanın da 262-də aslı salıb. Buna görə cəmimiz 3, 1, 2. 3, 1, 2 olacaqdır. Sonra yenə xronologiya. Hristiyanlığın Albaniyada dövlət dini elan edilməsi. Atropatena Sasanilər tərəfindən işğal edilməsi. Odikol tərəfindən tutulması. 2, 1, 3. 2, 1, 3. Xronologiya 488, 359, 600, Ktesvan və Kadisiya 36, 37, Kadisiya 636, 2, 1, 4, 3, 21, 43. Xronologiya, Hristiyanlığın dövlət dini elan edilməsi 313, Dizrav 371, Sasanilərin tərkibinə daxil edib 262-də Amid döyüş görürsə, hamısı eyni şeydir. Sizə verir ki, görsün ki, bu uşaq nətər mənimsəyib bu döyüşləri bu qədər mən verirəm ona testdə. Yadında saxlaya bilirmi, yoxsa saxlaya bilmirmi? Xronologiya yenə. Allah şükür, axıra yaxınlaşırıq. Sizdən çox mən səbirsizlənirəm. 620, yox, son qoyulması deyil. 705-ci il deyir. 488, deməli, başa çatması 529, Sasanilərin hakimiyyətə gəlməsi. Uydu, nə üçün sual salıb bu? 4, 2, 3, 1, 42, 31. Sonra yenə uyğunluğu istəyir. Hakimiyyəti dövründə məzdəkilər hərəkatı yatırılmışdı. Təbii ki də bu kimə gedəcəkdir? D variantı Firuz Şaha. Sonra 6-cı əsrin ortalarında İnzibati İsaat, Xosrow Şirvan Sasanilərə qarşı azadlığı da ikinci vacibdir. B, E. Əsrin ikinci yarısı, 4-cü əsrin ikinci yarısı, 5-ci əsrin birinci yarısı. Gəl illərin yazım. Ya da yazmama ehtiyac yoxdur, onsuz da bilirsiniz. 151. Deməli bizim qalıb 3 dənə testimiz. Birinci deməli olacaq, birinci Şapur. Birinci Şapur Romorsun məlubu. Bəli, 351-də A gedir 1-ə. Sonra nə gedir 1-ə? Roma İmperiyası tərəfindən Utinin işğal edilməsi 371-ci. 4-cü əsrin ikinci, 3-cü əsrin ikinci yarısını soruşur məndən. Mən bayağı səhv dedim. Birinci Şapur düzdür. A variantı gedir. C variantı 4-cü əsrin ikinci yarısına gedir. Asuagen 5-ci əsrin birinci yarısına gedir. İlk dəfə Sasanilər dövləti 262. Bir də Y variantı da bura gedir. Sonra B hara getdi? Dövlət Urunayır tərəfindən idarə edilməsi 4-cü əsrin birinci yarısı. Bu da heç birindən getmir. A, E, C, D. A, E, C, D. Belə. 152. Qoçovaçaqan, Möminvaçaqan. Qoçovacaqana gedəcək bütün vilayətləri birləşdirmə. Bəli, A variantı.
Ölkədə dini birliyi alqı küsəməsi düzdür. Sosan birinci şapır heç bir getmir, ikiyə də heç bir getmir, Haylandura da getmir. Belə də ola bilir. Hərəsindən bir variant. Deməli, ikinci 10 illik, yəni 311, 320. Gedəcək bura nə? Amma Arşakilər hakimiyyətə son qoyulması düzdür. Sasanilərin hakimiyyətinə qarşı. Bir dəqiqə uşaqlar. A variantı burada 5-ci əsrin, daha doğrusu Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması deyir deyənə 6-cı əsrin ilk 10 illiyi götürəcəyik. Yəni A variantı. 3-ə A variantı getdi. Sonra Sasanilərin hakimiyyətinə qarşı azadlıq mübarizəsinin baş verməsini biz burada götürəcəyik nəyə? 5-ci əsrin 50-ci illərinə. Sonra nəyi götürəcəyik? 1-ə Urnay tərəfindən idarə edilməsi, bəli, bir də xristianlığı da o eləmişdi. Şükür uşaqlar, 153 dənə testin izahının sonuna gəldik. Ümidvaram ki, hər birinizə xeyri dəymişdir. Hər birinizin rəylərini gözləyirəm həqiqətən də. Çünki yəni sizin rəylərinizi oxuyanda mən daha da həvəslənirəm. Daha çox izah çəkmək istəyirəm. Yəni keçdiyim dərslər olsun, gündəlik həyatım olsun. Mən o rəylərin motivasiyası olsun, sizin yazdığınız sözlər sizə nə qədər faydalı olduğunu görəndə hər halda mən özüm nə qədər məşğul olsam da sizlərə mütləq vaxt ayırıb hər gün də olmasa həftədə 3-4 dəfə videolar çəkib paylaşmağı düşünürəm. Uşaqlar, əgər ödənişsiz dərslərimiz də mövcuddur hal-hazırda, amma hara qədər mövcud olacaq bilmirəm. Yəni hara qədər keçəcəm onu bilmirəm. Ödənişli dərslərimiz də mövcuddur. Əgər ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, həm fərdi şəkildə, həm də əyani deyəndə qrup şəklində mövcuddur. Hazırlıqlarımız haqqında da məlumat verim ki, 1 saat yarım olur hazırlıqlarımız. Həftədə 2 dəfə olur, həm fərdi, həm də qrup şəklində və aylıq ödəniş qrup şəklində 30 AZ-yin, fərdi şəkildə isə 40 AZ-yin təşkil eləyir. Əgər qoşulmaq istəyirsinizsə siz də mənim dərslərimə 055 498 86 55 WhatsApp nömrəsinə müraciət edə bilərsiniz. Avqust qruplarımıza hələ də qeydiyyat davam edir. Qrup tam yığılandan sonra dərslərimizə başlayacağıq. Əgər sizdə faydalı, özünüzə yaxşı baxın.